Книга «Секрет», часть 13. Запомните тайну. Сирri ядınızda сахлаин. Великая тайна жизни – это закон притяжения. Hayatın büyük sirri bu cazibe kanunudur. Закон притяжения гласит, cazibə qanunu səslənir. Подобное притягивает подобное. Oxşar oxşarı çəkir. И это значит, что когда вы думаете о чем-нибудь, вы притягиваете к себе подобные мысли. Və bu o deməkdir ki, haçan ki siz düşünürsünüz nəsə bir şey haqqında, вы притягиваете к себе подобные мысли. Siz çəkirsiniz özünüzə oxşar fikirləri. Мысли действуют как магниты. Düşüncələr maqnit kimi fəaliyyət göstərir. Действуют, yəni hərəkət edir, fəaliyyət göstərir. Они имеют определенную частоту. Onlar müəyyən tezliyə malikdir. Imet feili malik olmağı bildirir, sahib olmağı bildirir. Когда вы думаете, ваши мысли летят во Вселенную и магнетически притягивают подобное им все, что находится на той же частоте. Haçan ki siz düşünürsünüz, sizin düşünceleriniz uçurlar kainata и магнетически притягивают подобное им və magnetik, yəni bu şəkildə maqnit kimi çəkir onlara oxşar olan hər şeyi, что находится на той же частоте, həmin tezlikdə yerləşən olan hər şeyi. Что бы ни было послано в мир, оно возвращается к своему источнику, к вам. Dünyaya nə göndərilirsə göndərilsin, o qayıdır öz mənbəyinə, yəni sizə. Вы передающая станция в человеческом теле. Своими мыслями вы транслируете определенную частоту. Siz ötürücü stansiyasınız insan bədənində. Öz düşüncələrinizlə siz yayırsınız, yayın edirsiniz müəyyən tezliyi. Если хотите что-то изменить в вашей жизни, настройтесь на другую частоту, изменив мысли. Если хотите что-то изменить в вашей жизни, həyatınızda nəyisə dəyişmək istəyirsinizsə, настройтесь на другую частоту. Köklənin başqa tezliyə, изменив мысли. Düşüncelerinizi değişip, yani değişerek. Ваши текущие мысли творят вашу будущую жизнь. Sizin indiki düşünceleriniz yaradır sizin gələcək həyatınızı. То, о чем вы думаете больше всего, на чем вы сильнее всего сосредотачиваетесь, появится в вашей жизни. То, о чем вы думаете больше всего. O şey ki, nə haqda ki siz hər şeydən çox düşünürsünüz. На чем вы сильнее всего сосредотачиваетесь? Nəyin üzərində siz güclü şəkildə ən çox, ən güclü köklənmisiniz, fikirlərinizi cəmləndirmisiniz? Появится в вашей жизни. Meydana çıxacaq, təzahür edəcək sizin həyatınızda. Ваши мысли становятся реальностью. Sizin düşünceleriniz reallıq olur. Большинство из нас действуют неосознанно, не зная, что притягивают. Bizim çoxumuz hərəkət edir, şuurlu şəkildə olmadan, yəni hərəkət edir. Bilməyərək nəyi çəkirlər. Мы полагаем, что не способны контролировать этот процесс. Biz güman edirik ki, biz bacarmırıq, yəni ona malik deyilik ki, kontrol edək bu prosesi. Наши мысли и чувства работают на автопилоте, и все приходит к нам как бы само собой. Bizim düşüncelerimiz ve fikirlerimiz işləyir автопилотта olduğu kimi, yəni автопилотtadır. И все приходит к нам как бы само собой. Və hər şey bizə gəlir, sanki öz-özünə olmuş kimi. Никто не станет сознательно привлекать то, чего не хочет. Heç kəs şuurlu şəkildə
istemediği bir şeyi çekmeye başlamayacak. Но если вы не знаете тайны, то становится ясным, как нежелательные события проникли в вашу жизнь и жизнь других людей. Но если вы не знаете tayны, ama eğer siz bilmirsinizsə sirri, то становится ясным. Onda aydın olur ki, как нежелательные события проникли в вашу жизнь и жизнь других людей. Necə arzu olunmaz hadisələr sizin və başqalarının həyatına nüfuz edir. На самом деле они происходят из-за недостаточного понимания огромной созидательной силы мыслей. На самом деле əslində onlar baş verir düşüncələrin çox güclü, böyük yaratma gücünün anlaşılmağının çatışmamazlığından. Yəni insanlar başa düşmürlər ki, düşüncələrin gücünün necə böyükdür. Bunu anlamaq çatışmamazlığı var deyə insanlarda, bu çatmır deyə. Ona görə də bütün bunlar baş verir. Когда вы впервые слышите об этом, то можете испугаться. Haçan ki siz ilk dəfə eşidirsiniz bu haqda, onda qorxa bilərsiniz. Что же, мне теперь придется все время следить за своими мыслями? Это же огромная работа. Nədir? İndi mən bütün düşüncələrimi izləməliyəmmi? Yəni kontrol etməliyəmmi? Это же огромная работа. Bu ki çox böyük bir işdir. Но так кажется лишь поначалу, а потом начинается самое интересное. Amma bu cür lap əvvəlində, işin əvvəlində belə gəlir. Sonra isə başlayır ən maraqlısı. Самое интересное, что к тайне ведет множество путей. И вы вольны или вольны, izah edəcəm bunu, выбрать тот, который лучше всего работает для вас. Ən maraqlısı odur ki, sirrə doğru çoxlu yollar aparır. И вы вольны. Вольны deyəndə o deməkdir ki, siz azadsınız seçməkdə. Вольны deyəndə də o mənanı verir ki, sizin seçmə imkanınız var. Yəni bu kontekstdə hər ikisi də uyğun gəldiyinə görə mən iki variantı da yazmışam. Amma əslində deyilişdə çox mən fikir vermişəm. Adətən вольны deyilir. Yəni bunun mənalarına fikir verilmir. Вольны deyəndə, yəni siz azadsınız seçməkdə. Вольны deyəndə, yəni sizin seçməyə imkanına artıq qadirsiniz, maliksiniz. Bunu dedik. Который лучше всего работает для вас. Hansı ki, yəni o seçim ki, hansı ki sizin üçün ən yaxşıdır. Yəni ən yaxşı şəkildə sizin üçün işləyəni seçməkdə azadsınız. Читайте дальше, и вы поймете, о чем я говорю. Arxasını oxuyun və siz başa düşəcəksiniz ki, nəyi mən deyirəm. Писатель, лектор международного уровня и лидер преобразования. Yazıcı, beynəlxalq səviyyədə mühazirəçi və lider. Образование bilirsiniz. Образование yaratma deməkdir. Həm də meydana gəlmə, yaradılma deməkdir. Həm də təhsil deməkdir. Bir də preobrazovание, yəni yenidən dəyişdirərək yaratma. Dəyişim lideri, belə deyək. Nельзя отследить каждую свою мысль. Mümkün deyil hər düşüncəni izləmək, kontrol etmək. Ученые говорят, что в нашей голове рождается около 60 тысяч мыслей в день. Alimlər deyirlər ki, bizim başımızda hər gün, yəni gün ərzində 60 minə yaxın düşüncə meydana gəlir. Представляете, как вы вымотаетесь, пытаясь контролировать все 60 тысяч. Təsəvvür edirsiniz, siz necə əldən düşərsiniz, əgər bütün 60 mini kontrol etməyə cəhd etsəniz. По счастью, есть более легкий путь.
По счастью, к счастью deməkdir. Yəni xoşbəxtlikdən var daha yüngül bir yol. Это наше чувство. Bu bizim hislərimizdir. Они позволяют узнать, о чем мы думаем. Onlar imkan verirlər ki, biz bilək, nə haqqında düşünürük. Чувство – ваш лучший инструмент. С их помощью вы создаете собственную жизнь. Hisslər sizin ən yaxşı alətinizdir. Onların köməkliyi ilə siz yaradırsınız öz həyatınızı. Запомните, в нашем мире первопричиной всего являются мысли. Yadınızda saxlayın. Bizim dünyamızda düşüncələr sayılırlar, yəni onlar belədirlər. Hər şeyin ilk səbəbidirlər, belə deyək, səbəbi sayılırlar. Düşüncələr bizim dünyamızda hər şeyin ilkin səbəbidir. А то, что вы видите и переживаете, только их следствие. Siz nə görürsünüz və yaşayırsınızsa, asasə deməkdir. Onun следствие, yəni ardından gələnlərdir. Yəni düşünürsünüz və ardıca nələr gəlir. Причина происходящего с вами в ваших мыслях. Sizinlə baş verənin səbəbi sizin düşüncələrinіздədir.